Bugün kiber hücumların artdığı bir dövrdə rəqəmsal təhlükəsizliyimizi bir parolun öhdəsinə buraxmaq, qapını açıq saxlamaq kimidir. Məhz bu səbəbdən çoxmərhələli təsdiqləmə, yəni MFA həm fərdi, həm də korporativ təhlükəsizliyin dayaq nöqtələrindən biridir. Mövzumuzu daha dərindən anlamaq üçün istərdim qonağımı sizlərə təqdim edim. Yelu Bankın İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Diyar Əhmədov. Diyar bəy, xoş gəlmisiniz. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk. Dəvət üçün təşəkkür edirəm. İnşallah layihəniz uğurlu olur. Elə vaxt itirmədən istərdim elə ilk sualımızdan başlayaq. Bilirsiniz ki, istifadəçilər fərqli platformalarda müxtəlif şifrələrdən istifadə edir. Təbii ki, sizin də şifrələriniz mövcuddur və bu şifrələrin təhlükəsizliyini necə təmin edirsiniz? İnsanların əksəriyyətində onlarla şifrələr var, o cümlədən mənim özümdə də. Bu maildir, internet bankingdir, sosial şəbəkələrdir və s. Məsələ ondadır ki, şifrələri kağızlarda və yaxud dəftərlərdə yazıb saxlayırlar. Bu isə yol verilməz bir səhvdir. Ondan başqa da eyni şifrəni cürbəcür resurslarda istifadə edirlər. Bu da bir zəiflikdir. Bəli, hətta belə deyək də, beynəlxalq araşdırmalar da göstərir ki, istifadəçilərin 65%-i fərqli hesablarda eyni şifrələrdən istifadə edir. Hətta bir məsələni də mən istəyərdim sual kimi sizə ünvanlayım. Bəzən istifadəçilər düşünür ki, şifrənin uzunluğu onun qırılmasını çətinləşdirir. Sizcə bu fikir nə dərəcədə düzgündür? Çətin şifrə yaxşıdır, amma bu tam qorunma deyil. Çünki onu phishing məktublarla və yaxud digər yollarla ələ keçirmək mümkündür. Təsəvvür edin ki, pası qapıdır və onun bir kilidi var. Bunu açmaq çox rahatdır və tək şifrə qorunmaq üçün kifayət etmir. Bəs yəni şifrələrə biz bir növ köhnə texnologiya deyə bilərikmi? Bəli, tək şifrə kifayət edir, amma əksər hallarda əlavə qorunmaq üçün bir metodlara ehtiyac vardır. Bu MFA metodlarıdır. Multi-factor authentication. Bu əlavə qorunmaq üçün lazım olan bir tədbirlərdir. Çox gözəl bir məqama toxundunuz. İstərdim MFA barədə ətraflı danışaq. Hər kəsin ağzındadır bu söz, çox mərhələli təsdiqləmə və bu nədir, nə üçün lazımdır? Yəni bunun mahiyyəti barədə istərdim danışaq. MFA sistemə tək girmək üçün əlavə şifrə deməkdir və burada əlavə SMS-dir və yaxud push notification-dir və yaxud barmaq izidir, biometrik bir faktorlardır. Bəs bu faktorlar, dediyiniz faktorlar hansılardır? Yəni vurğuladınız bunları. İstərdim bu faktorlar barədə ətraflı danışaq. Faktor dedikdə əsasən 3 əsas kateqoriyalı faktorlardır. Bu biri məsələn şifrədir, gizli sözdür, koddur. İkincisi səndə olan bir şey. Bu telefon ola bilər, smart kart, token ola bilər, SMS ola bilər. Üçüncüsü də sənə aid bir şey. Bu da sənin biometrik bir göstəricilərin. Bu barmaq izi ola bilər, göz ola bilər. Bunlar üçü bir yerdə təhlükəsizliyi təmin edən bir faktorlardır. Əla, gözəl. Bəzən istifadəçilər belə deyir ki, şifrəmi yadda saxlamaqda çətinlik çəkirəm. Həmin istifadəçilərə buradan nə tövsiyələr verərdiniz? Şifrələri yadda saxlamaq üçün qəliz şifrələri, uzun şifrələri Password Manager kimi bir proqram təminatları var. Onlardan istifadə edirlər adətən və yaxud da MFA onu əvəz edə bilər. Nə mənada? Çünki orada yadda saxlamağa ehtiyac yoxdur. Məsələn, biometriyadirsə, şifrəni yadda saxlamağa ehtiyac var. Barmaq izi bir növ belə deyək də kifayət edir. Bəli. Bəs gündəlik həyatda, yəni şirkətləri götürək də, məsələn bankları götürək. MFA necə tətbiq olunur onlarda? Məsələn, müştəri internet bankingə daxil olanda öz şifrə və loqinini daxil edir. Bundan sonra ona SMS və yaxud push notification da gəlir. Və onları da daxil edəndən sonra proqram təminatına və yaxud bank proqramına daxil olmaq imkanı yaranır. Bu bir növ MFA deməkdir və bu metoddan digər dövlət strukturları da istifadə edir. Belə ümumi götürsək SMS və push notification, yəni tətbiq bildirişləri eyni deyil onda. Məntiqcə eynidir, amma fərq var. SMS-i ələ keçirmək daha rahatdır. Push notification isə cihazın özündə formalaşır deyə onu ələ keçirmək çətindir və daha təhlükəsizdir. Bundan başqa aparat tokenləri və biometrik və sertifikat kimi autentikasiya metodları da var. Bəs şirkətlər bunların hansını seçir? Sadə və ucuz olduğu üçün şirkətlər SMS seçir. Ancaq banklar getdikcə push notification və yaxud tokenlərə keçir. Bu daha təhlükəsizdir. Bəs bu qeyd etdiyiniz MFA metodları istifadəçiləri necə qoruyur? Misal üçün götürək banklarda. MFA işlən hesablarını, VPN, poçt və uzaqdan bağlantılarını qoruyur. Çünki əsas hücumlar phishinglə baş verir və hesabların məlumatları oğurlanaraq sistemlərə daxil olmaq mümkün olur.
Bu zaman MFA əlavə maneə yaradır. Diyar bəy, istərdim dünyada baş verən bu məşhur kiber hücumlardan danışaq, hansı ki, burada MFA olmamışdı və burada istifadəçilərin məlumatlarının oğurlanması prosesi baş vermişdir. Həmin hücumlara hansılar misal göstərə bilərik? Əlbəttə, məsələn, ABŞ-da Colonial Pipeline hücumu bir nümunə kimi VPN bağlantısında MFA olmadığı üçün sistemə daxil olmaq mümkün olubdur. Nümunə kimi də Office 365 üzərindən baş verən hücumlar MFA-nin olmamağından baş verib. Belə ümumi götürsək onda multi-factor authentication riskləri ciddi şəkildə azaldır deyə bilərik də, yəni. Tamamilə. Məsələn, Microsoft-un statistikasına görə MFA 99,9% hücumları önləyir. Həm də MFA hakerlərin hücumlarını daha da çətinləşdirir. Bir çoxumuz gündəlik həyatda mobil telefondan istifadə edirik. Təbii ki, telefonumuza təsdiqləmə kodları da gəlir və bu təsdiqləmə kodlarının ələ keçirilməsi prosesində müəyyən kiber müdaxilələr də olur. Buna elə bariz nümunə olaraq SIM swapping hücumlarını biz misal göstərə bilərik. İstərdim bu barədə ətraflı danışaq, hansı hücumlar baş verə bilər, necə qorunmaq olar. Düzdür, risklər yüksəkdir. Çünki yalançı tətbiqlər var, zərərli proqramlar var və SMS kodları da oğurlamaq çox mümkündür. Bu SMS swapping dediniz, nömrələri oğurlamaq mümkündür və bununla da SMS-i də ələ keçirmək çox rahatdır. Bu zaman biometriya və yaxud token kimi qorunma texnologiyaları daha yüksəkdir və təhlükəsizdir. Diyar bəy, hər hansısa bir müsbət misal varmı? Misal üçün elə özünüzdən götürək, hansı ki MFA sizi qoruyubdur. Əlbəttə, elə öz şəxsi həyatımdan bir misal gətirə bilərəm. Öz sosial şəbəkə bir hesabımdan kənardan bir müdaxilə etmək istəyiblər və bu zaman mənə notification gəlib ki, kənardan bir müdaxilə var və MFA bu zaman mənim hesabımı qoruyubdur. Təzəliklə mənim də başıma belə bir hadisə gəlmişdi. Facebook sosial şəbəkəsindən bir Azərbaycan hesabı, belə deyək də, Azərbaycan istifadəçisi görünümündə bir şəxs mənə yazmışdı, xanım idi. Bildirdi ki, bəs mən nömrəmi öyrənmək istəyirəm, olarmı sizə zəng eləyim, nömrəmi mənə təkrar bildirəsiz. Təbii ki, orada biraz danışıq prosesi getdi. Dedim ki, bəs özünüz də bunu asanlıqla öyrənə bilərsiniz. Xahiş elədi. Mən nömrəmi verdim. Nömrəmi verdikdən sonra 2 dəqiqədən sonra mənə zəng gəldi və sonra Telegramdan mənə bildiriş gəldi. Həmin bildirişdə də giriş kodu təqdim olunmuşdu ki, yəni sizin hesabınız başqa bir cihazda aktiv olur. Və artıq belə deyim də, mən o giriş kodunu versəydim hesabımı ələ keçirmiş olacaqdı. Təəssüf ki, bu hallar çox baş verir və insanlar öz belə bir sosial şəbəkə hesablarını itirirlər. Və bu da bir daha, yəni belə deyək də, bildirir ki, bizə 2FA nə qədər vacibdir, 2FA-nin aktivləşdirilməsi hesablarda nə qədər mühüm rol oynayır. Əlbəttə. Belə götürəndə, yəni gələcəkdə push notification və biometrik daha üstün olacaq deyə düşünürəm. Bəli, çünki Azərbaycanda 80%-dən çox əhali mobil bankdan istifadə edir və burada push və yaxud biometrdən istifadə etmək daha məntiqlidir və vacibdir. Bəs MFA-nin tətbiqində ölkəmizdə hansı çətinliklər var? Var və burada əsasən işçilərin müqavimətidir və köhnə sistemlərin inteqrasiya problemləridir. Ancaq bunları təlimlərlə və dəstəklə həll etmək olar, çünki təhlükəsi çox vacib bir şeydir. Bəs xarici təcrübələr nə deyir və yerli qanunvericimiz də bununla yanaşı nələri tələb edir? Avropada və ABŞ-da MFA artıq məcburidir. Bildiyiniz qədər də Azərbaycan Mərkəzi Bankının da şərtləri artıq sərtləşir və MFA bizdə də bir standart kimi qəbul olunur. Bəs sizcə gələcəkdə necə olacaq? Şifrlər tamamilə yox olacaq, yoxsa şifrlər də müəyyən qədər qalacaq? Düşünürəm ki, SMS-in istifadəsi azalacaq. Şifrəsiz passwordless kimi texnologiyalarsa artacaq. Məsələn, biometrik və yaxud da kripto açarlı girişli növləri artacaq və şifrə isə bu zaman ehtiyat kimi qalacaq və gələcəyin qorunma texnologiyası düşünürəm ki, budur. Bildiyiniz kimi son dövrlərdə də kiber hücumlarda artımlar müşahidə olunur və istərdim ümumi MFA-dən danışdıq və yekunda izləyicilərə sadə praktik məsləhətlər istərdim verərdiniz. İzləyənlərə tövsiyəm odur ki, mümkün olduğu yerlərdə MFA-yı aktiv etsinlər. Bu hesablarınızın qorunması üçün ən effektiv bir metoddur və şifrələrinizi ələ keçirsələr də MFA-yı bilməsələr hesabınıza daxil ola bilməyəcəklər. Bundan əlavə bir vacib məqama da toxunmaq istəyərdim. Heç vaxt şifrənizi, SMS kodunuzu və yaxud MFA kodları heç kəslə bölüşməyin. Nə messengerlə, nə zənglə və yaxud SMS-lə. Bu bir phishing növüdür. Ona görə hesabınızı xahiş edirəm qoruyun.
Çox faydalı və maraqlı bir söhbət oldu. Qonağımıza bir daha dərin təşəkkürümü bildirirəm. Burdan belə bir nəticəyə gələ bilərik ki, MFA sadəcə texnologiya deyil, təhlükəsizliyin təməlidir. Biz bəzən bunu xırda bir detal kimi görürük, amma MFA pullarımızı, məlumatlarımızı və vaxtımızı qoruyan görünməz bir qalxandır. Dəyərli izləyicilər, rəqəmsal təhlükəsizlik mövzuları ilə bağlı məlumatlı olmaq istəyirsinizsə, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti buraxılışlarda faydalı və maraqlı mövzularla yenidən qarşınızda olacağıq.